Rüşvət müqabilində rəy verməkdə təqsirləndirilən ekspert barəsində cinayət işi məhkəməyə göndərilib. Baş prokurorluğun mətbuat xidmətindən APAya verilən məlumata görə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin İqtisadi Ekspertizalar Şöbəsinin sabiq aparıcı eksperti Rüfət Sultanovun qanunsuz əməllərinə dair həmin qurumdan daxil olmuş material üzrə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb. İbtidai istintaqlar Rüfət Sultanovun qeyd olunan vəzifədə işlədiyi dövrdə Cavad Nərimanov və Elvin Ramazanovla cinayət əlaqəsinə girərək, daxili işlər orqanlarında istintaqa aparılan cinayət işi üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası qərarının vətəndaş Akif Məlikovun lehinə icra edilərək müvafiq rəyin verilməsi müqabilində ondan 25 min manat məbləğində pul vəsaitini, rüşvət qismində istəyərək 20 min manat məbləğində olan hissəsini almalarına, bundan başqa Elvin Ramazanov və Cavad Nərimanovun əlavə olaraq Akif Məlikovun 40 min manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Rüfət Sultanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.3 külli miqdarda rüşvət alma, Elvin Ramazanov və Cavad Nərimanova həmin məcəllənin 178.2.1, 178.2.4 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq və 32.5, 311.3.3. Külli miqdarda rüşvət almağa kömək etmə maddələri ilə itham elan edilməklə barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.